Moda aləmi deyəndə biz təkcə geyimi nəzərdə tutmuruq. Biz dəbdən danışanda biraz kişilərə haqsızlıq eləyirik. Qırmızı da gündəmdə olacaq, sarı da gündəmdə olacaq, amma kişilərin qardırob seçimi artıq dəyişilir. Deyirlər ki, 2026-cı il alovlu at ilidir. Dizdən aşağı midi olan enli şalvarlar daha çox gündəmdə olacaq. 50-60 yaş xanımlarımız geyimlərində cavan nəsillə ayaqlaşır. Hər kəsin öz stili olmalıdır, özünə yaraşanı geyinməlidir. Hər vaxtınız xeyir, hörmətli Oxu.az oxucuları və Oxu TV YouTube izləyiciləri. Bugün bizim çox maraqlı qonağımız var. Dəblə maraqlanan hər kəsi 2026-cı ilin trendləri maraqlandırır. Təbii ki, bu mövzuda bizimlə danışan şəxs kim ola bilər? Modelyer. Bugün bizim qonağımız tanınmış modelyer Şəlalə Maqsudovadır. Hər vaxtınız xeyir Şəlalə xanım. Hər vaxtınız xeyir olsun. Xoş gəldik sizlərə. Xoş günlərinizi görək. Şəlalə xanım, dəblə maraqlanan insanların sualları həddən artıq çoxdur. Təbii ki, dəblə ayaqlaşmağı sevən insanların. 2026-cı ildə sizin fikrinizcə əsas moda istiqamətləri nə ola bilər? Biz ötən illərə nəzər salsaq, təbii ki, moda aləmində həm fəsillərə görə, həm illərə görə moda dəyişilir. Moda aləmi deyəndə biz təkcə geyimi nəzərdə tutmuruq. Burada həm rəngləri, həm fasonları, ümumiyyətlə moda aləmi çox dərin bir aləmdir. Təbii ki, son vaxtlar görsək ki, gənclərimiz moda ilə ayaqlaşmaq istəyir və modanı çox yaxından izləyir. Bu, demək olar ki, məni bir modelyer, dizayner olaraq çox sevindirir. Nəyə görə? Çünki moda aləminə daha çox yaxınlaşırlar və onlar modanı hansı bir yenilik olsa, onları izləyirlər ki, nələr gündəmdə olacaq. Artıq 2026-ya qədəm qoymuşuq. Bu o deməkdir ki, moda aləmində bir sıra dəyişikliklər olur. Həm rənglərdə, həm parçalarda, həm fasonlarda. İlk növbədə nələri vurğulamaq istəyərdim? Təbii ki, rənglər haqqında danışmaq istəyərdim. Hansı rənglər 2025-də qaldı və 2026-da hansı rənglər daha çox favoritdə olacaq? Biz bilirik ki, klassikanın şahı olan ağ-qara bütün illərdə, bütün fəsillərdə demək olar ki, dominant olaraq qalır və bununla yanaşı bəzi rənglər var ki, məsələn 2026-cı ildə göy rəng, daha sonra yaşılın tonları daha çox gündəmdə olacaq. 2025-in qış dəbində isə bardo daha çox gündəmdə idi. Bu demək olar ki, artıq 2026-da isə balotlu rənglər arxa planda qalacaq. Tiger parçalar, Pələng dərisi, pələng dərisi, timsah dərisi, onlar artıq 2025-in payız fəslinin ən gündəmdə olan rənglər idi ki, artıq bunlar keçid eləyir yerlərini başqa rənglərə. Deyirlər ki, 2026-cı il alovlu at ilidir. Qırmızı rəngin hökmranlığı gözlənilə bilərmi? Belə deyim də, baxın, biz modanı yaxından izləsək görə bilərik ki, dünya səviyyəli dizaynerlər var ki, onlar hərəsi öz marka olan rənglərini önə atır. Təbii ki, bu rənglərlə yanaşı qırmızı da gündəmdə olacaq, sarı da gündəmdə olacaq, amma favoritli olan rənglər hansılardır ki, mən vurğuladım, göy rəng, daha sonra şabalıdı rənglər daha iddialı olacaq. Təbii ki, modanı izləyən xanımlarımız, bəylərimiz bu rənglər ola bilər ki, onların qardirobunda yer tutmasın, amma dəbdə olmayan rənglər var ki, onların qardirobunda bu rənglər daha çox üstünlük təşkil edəcək. Burada da yenə hər bir insanın özünün seçim rəngi olur. Bəs ümumiyyətlə necə düşünürsünüz? Müasir dövrlə biz əlaqələndirsək, 2026-cı ildə ən çox minimalizm önə keçir, yoxsa maksimalizm? Az elementlərlə işlənmiş paltarlar, yoxsa daha belə necə deyirlər, bərbəzəkli? Elə insanlar var ki,
sadəlikdə özünü komfort hiss eləyir. Amma elə insanlar da var ki, həddindən artıq qabarıq görsənmək istəyir və hətta əynində belə, məsələn 2-3 geyim, məsələn köynək üstündən qışdısa, palto deyim, manto deyim, hətta onların da üstündə həddindən artıq ornament naxışları, belə deyim, işləmələrlə daha çox qabarıq geyimlər geyinmək istəyir. Broşlarla, hətta belə deyim, aksesuarlarını belə, məsələn şarfında belə, çantalarında belə o belə deyim, qabarıq dərəcədə aksesuarları, ornamentləri daha çox sevir. Bu yenə də insanların özünün seçimindən asılıdır. Bəs 2026-cı ildə gənc və orta nəsil seçimi ola bilərmi ki, gənclər daha çox buna üstünlük verəcəklər, orta nəsil keçmişdə qalacaq? İnanırsınız, son dövrlərdə belə deyim də, bu əslində bax indi mənim işlətdiyim cümlələr əslində bir çox insanların xoşuna gələcək. Biz illər öncə baxsaq ki, məsələn, tutaq ki 50 yaşındakı xanımları götürək, 50 yaşındakı xanımların geyiminə nəzər salsaq, istər şəhər mühitində olsun, istər kənd mühitində olsun, onların geyimlərinə nəzər salsaq, cavanlarla, belə deyim, 20, 25, 30 yaş arasındakı cavanlarla geyimləri həddindən artıq fərqlənirdi. Həddindən artıq son zamanlarda bu məni çox, belə deyim, sevindirir. Təkcə məni yox, çünki 50 orta yaş, 50-60 yaş aralarındakı xanımların geyimləri hətta 20-30 yaş xanımların geyimlərindən heç də seçilmir. Reallıq budur. Yəni bu yaş kriteriyalarında olan xanımlar artıq cavan nəslin seçimlərindən, belə deyim, daha gözəldir. Geyim tərzi daha gözəldir. Həm öz tərzlərini gözəl tapa bilirlər. Hətta belə deyim, illər öncə baxsaq ki, xanımlar, hansı xanıma baxsaydıq görərdik ki, dolu, nə oldu giyinirdilər əyinlərini. Amma indi artıq o xanımlar hətta bir az çəki artanda belə diskomfort yaşayırlar və oradan da nəticələnir ki, bu geyimi mən yaxşı daşıya bilməyəcəm. Əgər kilolu olsam, o zaman nə edirlər? Öz vücudlarına belə istər müəyyən müdaxilələrlə, istər öz çalışma nəticəsində vizual görüntünü alaraq o geyimləri gözəl daşıya bilirlər. Bu da nə deməkdir? Yəni ki, cavan nəsillə ayaqlaşa bilirlər çox gözəl şəkildə. Bilmirəm, dövrün tələbidir ya nədəndirsə, razılaşarsınız. Ən çox, hətta olduğum ölkələrdə də görürəm, idman üslubuna əsasən üstünlük verilir. Həyatımızda da belə gözümüzü çevirsək, hər gün elə hər kəs sanki idman üslubunda geyinir. 2026-cı ildə biz biraz geri dönə bilərikmi, yoxsa bu idman üslubu öz üstünlüyünü qoruyub saxlayacaq? Əslində, belə deyim də, insanlar son zamanlarda komfort geyimlərə daha çox üstünlük verir. Komfort geyim deyəndə nəyi biz nəzərdə tuturuq? Hətta, məsələn, idman üslubu və yaxud da ki, boş bədənə, boş olan geyimlər həm rahatçılıq verir, həm komfort yaşayırlar. Amma son zamanlar onu da deyim ki, hətta xanımlarımız, istər bəylərimiz idman üslubu deyəndə belə, məsələn, boş geyimlər də olsa belə onları gözəl stil verərək onu giyinirlər. Məsələn, idman üslubu deyəndə biz ağlımıza nə gəlir? Cinslər və yaxud da ki, biraz yun parçalardan ibarət olan geyimlər ki, onların kombinəsindən hazırlanmış geyimləri daha çox geyinirlər. Əslində idman üslublarını da belə tarzlı geyinirlər. Baxın, mən hardasa bir 3-4 dəfə Milanda oldum. Mən orada olanda insanların geyim tərzinə çox baxırdım. Onların, hətta istər bir neçə ailələrdə qonaq oldum. Yaşlı nəslin geyim tərzi məni o qədər maraqlandırdı ki, onların hətta heyranlıqla qaldım ki, yaşlı nəsil deyəndə, məsələn, orada 50-60 yaş, yəni cavan yaş hesab olunur. Halbuki 70-dən yuxarı olan xanımlar, bəylər o qədər gözəl geyinirlər ki, sadə və komfort. Bununla da yanaşı stil.
çox gözəl tərzləri var. Məsələn, adi kətan parçanı götürək. Kətan parçadan şortlar, köynəklər o qədər gözəl kombin eləyirlər ki, çox istəyirəm ki, bizdə də Azərbaycanda da bax bu yaş həddində o geyimlərə daha çox müraciət eləsinlər. Siz kətan parça dediniz, elə parçalardan söz düşmüşkən, necə düşünürsünüz? 2026-da özünün liderliyini saxlayan parça tipi hansı olacaq? 2026-da ən çox istifadə olunan parçalar cinslər olacaq. Bir neçə cinsin qarışığından olan kombinlər və bir də cinslə bir neçə parçanın kombinindən hazırlanmış geyimlər. Bu güpürdə ola bilər, dəri materiallı parçalar ola bilər. Hətta belə deyim, işləməli parçalar ki var, ornamentli kətanlar var ki, həmən o ornamentli kətanları cinslər üzərində işləməsi və bununla yanaşı toxunma parçalar da daha çox cinslərlə kombin olunacaq. Təbii ki, bu istəklə bağlı olan bir şeylərdir. Nə qədər biz desək ki, bunlar dəbdə olacaq, amma yenə burada hər bir insanın öz istəyi var. Şahrə xanım, biz indi sizin atelyedəyik, ətrafa göz salanda da görmək olur. Ən çox niyəsə bizdə qara geyimlərə üstünlük verirlər. Yəni rəngarəng, bərbəzəkli, nə bilim göz oxşayan rənglərdən biraz çəkinirlər. Bunun səbəbi nədir? Mən dedim axı, qara rəng heç vaxt dəbdən düşmür. Yox, dəbi bildik, amma gündəlik həyatımızda klassikadır və belə deyim də, qara ağ rənglər klassikanın şahı gedir. Bu bütün dünyada qəbul olunmuş bir tendensiyadır ki, ağ-qara klassikadır və ciddi xanımlar var ki, belə deyim, qara rəngi, ən çox da qara tonlara daha çox üstünlük verir və bir də bir balaca bir haşiyəyə də çıxmaq istəyirəm ki, bəzən xanımlarımız belə deyim də bədənində bəzi belə deyim kompleksləri olan xanımlar var ki, qaralara daha çox müraciət eləyir. Deyir ki, mən qara giyinsəm, yəqin ki, arıq görsənə bilərəm, kompleksiz görsənə bilərəm. Amma bu yanlış fikirdir. Mən hər zaman demişəm ki, rəngli geyimlər olsun belə. Məsələn, ağda da, qırmızıda da sən düzgün biçim, düzgün fason seçsən, o incəliyi göstərə biləcəksən. Amma nədənsə xanımlarımız, biraz dolu xanımlarımız, kompleks olan xanımlarımız tünd rənglərə daha çox, ən çox da qaraya üstünlük verir. Amma cəmiyyət olaraq da biz tünd rənglərə daha çox üstünlük veririk. Yanlışdır. Məncə də yanlışdır. Maraqlıdır ki, səbəb nədir buna? Dedim axı, komplekslərini gizlətmək. Cəmiyyət olaraq komplekslikdə onda. Arıq, bəli. Arıq görsənmək və bir də biraz ciddi görsənmək. Elə düşünürlər ki, məsələn, sarı giyinən adam, bəzən psixologiyada belə bir rənglərlə yanaşma var ki, aha, qara giyinən adam ciddi ola bilər, amma sarı giyinən adam yox, şıltaq ola bilər. Amma məncə bu yanaşma tərzi yanlışdır. Geyim formalarında hansısa dəyişikliklər gözlənilir mi? Geyim formalarında biz 2025-ə nəzər salsaq, təbii ki, boş ölçülü geyimlər, bədən razmerindən belə deyim, 2 razmer böyük çiyinli pencəklər dəbdə idisə, oversize. Bəli, oversize geyimlər dəbdə isə 2026-da da bu davam eləyəcək. Amma bununla da yanaşı, məsələn, ən çox da şalvarlar, ətəklərə keçmək istəyərdim ki, midi ətəklər, yarım trapez biçilmiş ətəklər daha çox gündəmdə olacaq. Hətta şalvarlar belə əvvəl uzun, bol yuxarı hissəsi dar oturmuş şalvarlar dəbdə idisə, amma indi dizdən aşağı midi olan enli şalvarlar daha çox gündəmdə olacaq. Köynəklər, boş köynəklər daha çox gündəmdə olacaq, yenə hər zamanki kimi. Təbii ki, biz modanı nə qədər də belə diktə də eləsək, yenə xanımlarımız öz seçimlərini edəcək. Əslində bu gözəl bir fikirdir ki, hər kəsin öz stili olmalıdır, özünə yaraşanı geyinməlidir. Nə qədər moda nələrisə gündəmə gətirsə də belə, xanımlar öz tərzini seçməlidir. Nə yaraşır, nə yaraşmır. İstər rəngdə, istər fasonda. Bir məsələ də maraqlıdır. Siz modelyer dizaynersiniz və 2026-cı il və bundan sonra gələcək illərdə texnologiya illəridir. Texnologiya durmadan inkişaf eləyir. Və bugün
bəzən hətta təəssüf eləmək istəyirəm ki, bir çox sahələrdə insanı süni intellekt əvəz edir. Maraqlıdır ki, sizin sahədə süni intellektin rolu bu gün nə dərəcədədir? Çox. Tikənlərə başa düşürəm, hələ ki Çox. süni intellekt yerimizə tikmir. Amma o dizayn məsələlərində Çox. istifadə edirsinizmi ümumiyyətlə Mən və ümumiyyətlə istifadə təsirini eləmirəm. necə görürsüz, necə dəyərləndirirsiniz? Mən ümumiyyətlə istifadə eləmirəm. Təbii ki, siz yəqin ki bilirsiniz ki, mənim bir sahəm də rəssamlıqdır. Mən hansısa bir geyimi özüm kağız üzərində çizmiramsa, onun rənglərini yerinə otuzdurmuramsa, mən özümə dizayner, modelyer deyə bilmərəm. Son zamanlar baxsaq ki, moda evləri o qədər artıb ki, artıq modelyerə heç bir belə deyim də bacarıq, istedad lazım olmur. Çünki texnologiya o qədər inkişaf eləyib ki, və bir də moda səhifələri, moda saytları o qədərdir ki, artıq insan əməyi getdikcə azalıb, insanın fantaziyası da belə azalıb. İllər öncə biz baxsaydıq ki, məsələn, hansısa bir, məsələn, adi bir kiçicik bir elementi deyim ki, mən bir 10 il öncə, 12 il öncə, məsələn, karandaşlardan, video kasetin ledlərindən, belə deyim, tullantı qara salafan paketlərdən geyimlər, eskizlər hazırlayıb, onları hazır eləmişdim və onlardan çox böyük bir maraqlı çəkilişlər elədim. Hətta o çəkilişlərim belə mənim xarici səhifələrə düşdü və həmən o işlərimə görə məni Milana çağırdılar. Orada heç bir nə süni zəka, heç bir şey yox idi. Onlar ancaq mənim əlimdən çıxan işlər idi. Amma indi baxıram görürəm ki, mənim 12 il qabaq elədiyim işlərim süni intellektlə hazır bir şəkildə ortalığa çıxarılır. Yəni hərdən öz zəhmətimə belə heyfim gəlir ki, həm düşüncəni işlət, həm zəhmət işlət, ortalığa əziyyətlə çıxar, amma indi tık-tık 2-2-dir bunları ortalığa çıxartmaq. Burada ümumiyyətlə insanın əməyi keçir arxa plana. Aksesuar məsələləri ilə bağlı 2026-dan nə gözləyək? Dəbdə olacaq aksesuarlar, Əlbəttə. ən çox hansılar dəbdə olacaq? Aksesuar ümumiyyətlə heç vaxt qadınların qarderobundan heç vaxt itmir. Zamanla dəyişir. Məsələn, dəyişən nə olur? Tutaq ki, bu il incə seplər, gümüşü və yaxud da ki, qızılı ola bilər və yaxud da ki, iri daşlar, təbii daşlar və yaxud da ki, Swarovski qaşlardan yığılmış bujuteriyalar gündəmdə ola bilər. Yəni bu zaman dəyişilir, amma 2026-cı ilin qarderobumuzda ən çox iri daşlar, təbii daşlardan olan aksesuarlar daha çox gündəmdə olacaq. Təbii ki, bu iri daş-qaş sevən xanımlarımızın demək olar ki, bu il onların ilidir. Biz dəbdən danışanda biraz kişilərə haqsızlıq eləyirik. Dəb deyən kimi ancaq qadınlar düşünürük ki, qadınlar daha çox aktivdir, amma son illərdə heç belə deməzdim, kişilərin qarderob seçimi artıq dəyişilir. Kişilərimiz 2026-cı ildə nəyə diqqət etməlidirlər? Onların qarderobunda nə dəyişə bilər? Biz Azərbaycan kişisi deyən kimi biz ilk növbədə rənglərdə baxırıq ki, tünd rənglərə daha çox üstünlük verilir. Amma son illərdə baxırıq ki, artıq bəzi kişilərimiz var ki, o tünd rənglərdən çıxıb, demək olar ki, qarderobunda rəngli geyimlərə, hətta sarı, qırmızı və yaxud da ki, bir neçə rəngin kombinəsindən ibarət olan qavayka rənglər belə qarderoblarında istifadə edir. Normaldır. Hətta belə deyim, bayaq bir şey vurğuladım ki, 50-60 yaş xanımlarımız geyimlərində cavan nəsillə ayaqlaşır, bu kişilərə də aiddir. Son illərdə kişilərimiz də görürük ki, 50-55 yaş civarında olan kişilərimiz baxırsan ki, heç də 30-25 yaşlı olanlardan qarderob geyim cəhətdən geri qalmır. Sizcə bu nədən irəli gəlir? Son dövrlərdə, doğru dildə desəm, heç kəs qocalmaq belə istəmir. Əslində o rənglər insana bir cavanlıq ruhu verir. Təbii ki, belə deyim, əslində gözəl bir şeydir. Yəni ruhən cavan görsənmək istəyirlər.
Doğrudan rəngli geyinəndə həqiqətən insan özünü çox Əlbəttə rahat ki, hiss eləyir. özünü rahat hiss eləyir. O əvvəllər idi ki, məsələn, mən balaca olanda yadımdadır ki, nənəmin qarderobunda ancaq qara, üstündə balaca dəmginli ola bilərdi. Heç vaxt rəngli geyimlər görmürdüm. Mən hətta yaylığından tutmuş, hətta corablarından tutmuş və deyirdim ki, ay nənə, biraz rəngli geyində deyirdi, olmaz, ayıbdır. Amma indi o ayıb deyilən bir şey yoxdur. Yaylıq dediniz. Yaylıqlar daha çox dəbdə olacaq yoxsa şarflar? Yəqin ki, siz də xatırlayırsınız, nənələrimizdən qalan yaylıqlar vardı Təbii, ki, təbii. rəngli, güllü, saçaqlı. Artıq o geyimləri biz Aksesuara çevirmiş. çevirmişik. Həm başörtü kimi yox, geyimlərin üzərində bir element olaraq maraqlı formalarda takılar kimi və yaxud da ki, geyimlərin üzərinə hansısa bir hissəsi kəsilib tikilərək, hətta o yaylıqlardan çantalar belə hazırlanır, hətta geyimlər belə hazırlanır. Amma örtük kimi yox, örtük kimi istifadə olunanlar azdır. Mən sizə təşəkkür edirəm. Maraqlı məlumatlara görə, suallarımızı Moda aləmi cavabladığınıza görə. çox dərindir. Moda aləmindən o qədər danışmaq olar ki, saatlar lazımdır. Amma moda hər zaman belə deyim də, gündəmdədir. Moda hər bir insanın öz dünyasıdır. Öz dünyasıdır və Kim hansı dünyadan, hansı pəncərədən baxsa, deməli onun üslubu, dəbi, trendi odur. Buradan da xanımlarımıza sadəcə onu demək istəyərdim ki, Bəylərimiz yenə incəyəcək. yox, bəylərimizə də aiddir bu. Yəni modanı izləsinlər. Nələr gündəmdədir, hansı rənglər, hansı biçimlər. Ancaq öz tərzini tapsınlar, öz stilini tapsınlar ki, bu mənə yaraşır, yaraşmır və bunu özümü bu geyim məndə necə görsənə bilər, öz tərzlərini, öz stillərini tapsınlar. Ancaq bunu tövsiyə edə bilərəm bir modelyer olaraq. Minnətdaram sizə. Çox sağ olun. Buyurun. Sağ olun. Siz də sağ olun.